Gözəl insanlar, salam, hər vaxtınız xeyirli olsun. 2025 MİQ imtahan qəbul sualları əsasında olan bir sınaq 40 sualdır. İngilis dilinə aiddir. Bir izahını verək. Əgər hansısa sualda texniki, orfoqrafik, qrammatik, məntiqi səhv olarsa ki, indi birazdan özüm də görəcəm. Mən görməsəm, eləməsəm yenə də mənə xəbər eləyərsiniz. Təşəkkürlər. Deməli, baxın, 17 dənə qrammatikadan sual düşür. Yəni çərçivədə də elə verilib. 8 leksik sual, 15 də oxuyub anlanma. Bu oxuyub anlamada keçən il 3 kiçik mətin vermişlər, hər mətnə aid 1 sual, 1 böyük mətin, içində 3 sual, bir dənə matching titles, dialoq, 2 dənə paragraf, biri balaca, biri böyük, complete the sentence, dialoq, hekayə ya da nəsə paragraf qurmaq, belə bir şey. Ümid edirəm 15 dənə oldu. Essential meaning də indi bilməm var idi, yoxsa o yadımda deyil. Hər nəysə 15 dənə. Deməli, modal feillərə aid suallar necədir? Deduction, reduction, nə bilim, özüm hələ deyirəm. Belə şeylər düşmür modal. Yəni sualı verir, cavabı tap, vəssalam. Bu şəkildə düşür. Yəni nəzəri suallar düşmür. Keçən məsələn reduction düşməmiş, transformation düşməmişdi. Matching bu cümlələr var, simple, compound, complexdir. Sonra budaq cümlələrin növləri. Belə şeylər düşməmişdi. Gerundi seç, səhv eləmirəmsə o da düşməmişdi. Okay, getdik. Birinci sual modallara aiddir. Baxaq, gözəl insanlar. Don't have to, to'su yanında, aşağıda da have to, to'su yanında. Must, shouldn't, mustn't, have to, can't, shouldn't, needn't, can't. Yəni, burada qrammatik heç bir səhv yoxdur. Deməli, biz burada nəyə odaqlanmalıyıq? Türklər demiş, mənaya odaqlanmalıyıq. Sən burada park, nə bilim, nə? You, 3 nöqtə, use the public car park across the street. Yəni, uzun sözün qısası, burada park eləyə bilmərsən, maşını burada saxlaya bilmərsən. Olmaz, qadağandır. Bəs harda eləməlisən, ya da harda eləyə bilərsən? Küçənin o başında, ictimai park alanında ya da yerində. You don't have to, verə bilməz. Don't have to, yadda saxlayın. Don't have to'nun inkarı deyil, gözəl insanlar. Tamam mı? Don't have to'nun inkarı deyil. Have to malı məli mənasını verirsə, don't have to, yəni önəmli deyil, vacib deyil. You don't have to go to school. Yəni məktəbə getməyə bilərsən, vacib deyil getməyin. İstəyirsən get, istəyirsən getmə. Yəni belə bir məna ifadə eləyir. Tamam mı? Hə, ehtiyac yoxdur, vacib deyil burada park eləyəsən. Neyinsən? Public alanda da park eləyib. Nə əlaqəsi var? Tamam mı? Verə bilmərsiniz. You shouldn't. Must'a yaxındır inkarda. Amma ondan biraz zəifdir. Daha çox məsləhət tiplidir. You shouldn't park here. Yəni burada park eləyə bilmərsən. Yəni eləməməlisən. Gərək burada eləməyəsən. Tamam, okey, eləmirəm. Odur ki, get deyir, o yanda park eləməməlisən. Bu nə lan? Nəysə, bu da getdi. Gəlirik. O qədər bu Türkçə beynimiz öyləşib çox üzüllü sayılır. You mustn't park here. Bəli, deyir, burada park eləmək olmaz. Bunu can't-la da verə bilərdiniz. Gəlmişlər, ikisi də eyni mənadır. Olmaz, icazə yoxdur. Bəs harda eləməlisən? Filan yerdə ictimai park yeri var. Get qardaş, orada park verə. Tamam. Baxın, have to başqa şeydir, don't have to başqa şeydir. C variantımız düz. Burada park eləyə bilmərsən. Əla, bəs harda eləyim? Filan yerdə gərək eləməyəsən. Məna qırıldı. Don't have to nədirsə, needn't da odur. Don't have to, needn't, don't need to, bir də haven't got to. Bu dördü də eyni məna ifadə edir. İçində modal var, içində əsas verib var, fərqi yoxdur. Dördü də eynidir. Yəni vacib deyil, önəmli deyil, ehtiyac yoxdur. Hə, önəmli deyil, ehtiyac yoxdur burada park eləyəsən. Hə, sən falan yerdə park eləyə bilərsən. Hə, nə əziyyət çəkirsən? Tamam, bu ilə C-nin arasında qalarsınız. Amma burada önəmli olan nədir? Yəni burada park eləmək olmaz deyir. Və sadə olan filan yerdir. Biz o mənanı tapmalıyıq. Ona görə də yüngül çıxır. Ehtiyac yoxdur, vacib deyil, hər şey. Nə əziyyət çəkirsən? Bunun anlamı budur. You needn't. You don't have to. Okay? Qalır nə? C.
Adjective harada düzgün istifade edilmiştir. Lonely. I wanna be lonely. Lonely adverb değil. Adjective'di. Old adjective'di. Elder adjective'di. Afraid adjective'di. Outdoors adjective değil. Lonely tamam adjective'di ama verb'i təyin edebilmez. Yani sitting alone deyərdi. Düzdür. Bizden adjective istiyor. Adverb de istəmir. Lonely de adjective'di. Yani sifətdi. Fiili təyin edebilmir. Too old to play. Yani oynamak için çok yaşlı. Yani o kadar yaşlı ki buna oynamak yaramır ya da oynayabilmir. Uzun sözün kısası her şey düzdür. To'nu da, enough'ı da sifətlə verib adicə to infinitive göstərebilirsiniz. Burada səhvli bir şey yoktur. Elder than yok, older than. Niye? Çünkü elder özü zaten bir sifətdir və yadda saxlayın, heç vaxtda than ilə neyləmir, işlənmir. Plus həmişə isimlə işlənməlidir. Əgər elder müqayisədə işlədirsə, laf yaxşı. Onu da belə çıxır ki, mən bura əlavə eləmişəm. Yaxşı, o eri çıxaraq. Eld adında sifət yoxdur ki, mən bunu elder eləyim. Anlatabildim. Yəni, uzun sözün qısası elder than deyə bir şey yoxdur. Afraid, stative adjective deyirlər buna. Hər halda afraid, alone, bunlardan sonra heç var isim gəlmir. Bu da yanlış istifadə olunub. E variantında da aslında S olmasaydı, tamam mı? Bizden düzgün adjective istəyir. Birincisi E variantı adverb'dür. Ona göre səhvdir. İkincisi de düzgün istifadə olunmuyor. Outdoor activities, indoor activities. Yani outdoor bir de indoor. Bunlar S'i gözsüz yoktur. Bu halda adjective'dir və mütləq özündən sonra isim tələb edər. İsimsiz de işlənməz. Ama S'i verdiysə o zaman isim gəlməz, adverb olar. Burada ise üstəcə isim verdiğine göre yenə də səhvdir. Düzgün cavab B'dir. Bu ne bu? Bu paragraf düzeltmeydi. Bundan düşür. Çetin düşmür, rahat düşür. Narahat olmayın. Bir başa cevabı okuyacağım. Çünkü cevabı bilirəm deyə. Young, nəsə, cavan bir proqramçı, gənc bir proqramist qərara alır ki, bir mobil application düzəltsin. Nəsə, dil öyrənənlər üçün. 4-3-4-2 arasında qalırıq. Onun ideyası qərarı alıraq, indi onun ideyadan danışıq. Onun ideyası, yəni bu ilhamlanıb nədən? Uşaqların çəkdiyi bu çətinliklərdən. Bunu müşahidə ediblər. Görək, uşaqlar dil öyrənən çətinlik çəkir. Tamam, 3. Bir neçə ay test eləyir və improve eləyir həmin proqramı. Ondan sonra nəhayət ki, launch, buraxır. Efirə, nə də istəyin. Google'a, hara istəyiz, Play Store'a. Tamam, okey. 5. Və həmin application'ın da nəyi? Yox, 4. 3-2, budur. 1-5. Tezliklə yüzlərlə istifadəçi bunun application neyinir? Download eləyir. Yüklüyür və pozitiv rəylər, fikir bildirirlər. Bu da neyinir? Bu uğurdan dolayı, bu uğur da bunu həvəsləndirir. Yeni təhsillə bağlı proyektlər nədir? İnkişaf etdirmək, ərsəyə gətirmək qərarına gəlir. Hər nəysə, cavab oldu B variantı. İndi başa düşürəm. Burada adam rahat yazır, amma imtahanda o aurada olmur. İstərsiniz həyəcan, diqqətsizlik olur. Ona görə bizə çətin gələ bilər. Amma sonradan gəlib baxanda görürsünüz ki, nə asanıymış. Ona görə biraz çalışın diqqətiniz yuxarıda olsun, həyəcanınız da sıfıra yaxın olsun. Precise bir də consistent. Precise bir də consistent. Precise dəqiq deməkdir. Exact sözü ilə nədir? Sinonim gələr. Consistent bu da davamlı, sabit, nə bilim, dəyişməyən, bəlkə də çox başqa mənalar da çıxara bilərsiniz. Hər halda. Bizdən nə istəyir? Antonim istəyir. Accurate, dəqiq. Olmadı. Detailed, detallı, müfəssəl. Hardasa dəqiqə uyğun gəlir. Yəni antonim deyil. Brief, qısa. Yəni dəqiqlə, yəni dəqiq deyəndə aydın, dəqiq də okey. Bu da uyğun deyil. Bəlkə contradictory, bu zid
müəmmalı bəlkə ola. Vague, okay, vague dumanlı, yəni aydın olmayan, bulanıq. Şübhəli, nə deyirsiniz? Deyin. Consistent, davamlı, dəyişməz, sabit. Certain də müəyyən, konkret. Yəni antonim deyil, amma changeable, dəyişkən bu antonim olur. E variantı. Alt-altaymış, mən böyürdə axtarıram. Bu sual da asaddır. Burada bir çox cümlə çıxartmaq olar, amma çalışmışam heç biri alınmasın, yalnız biri alınsın. O da nədir? Baxaq görək nədir? Kamran deyir. Kamran. Was late. Was late. Yəni 6, 8, 7. Niyə qardaş? Çünki since he had missed. Tamam. He burada neçədir? 4. Had 5. Missed 3. The train 2. The train 2. 687 var. 687 var. 145 687 var. 145 3. Bir de 2 var. D variantı alındı. Toyuqlar imkan vermiş. Tamam. Burada nədir məsələ? Deyək ki, Kamran gecikdi, çünki o qatarı qaçırmışdı. Yəni adam qatara minib yəqin ki, gəlir işə tutalım. İndi gecikib. Niyə? Çünki qatarı qaçırmışdı. Öncədən baş verən hərəkətdə qatara gecikmişdi, yəni qatarı qaçırmışdı. Ona görə past perfect verdik. Hər halda cavab budur. Başqa variant çıxmır. Çünki bildiyim üçün deyirəm. İmkan orada verməmişəm ki, başqa ikinci variant alınmasın. Bu testi başqa cür necə eləmək olar? Məsələn, burada 2-dən 3-dən əlavə cümlə çıxartmaq olar. Biz o şəkildə seçərdik. Məsələn, 1-dən 2, 3-dən 4, 5-dən 6. Belə də buradan test düzəltmək olardı. İnversiya. Not only, but also. Bu tip cümlələrdə əgər biz inversiya eləyəcəksə, həmişə inversiyanı birinci tərəfdə eləyəcəyik. İnversiya burada nə deməkdir? Köməkçi feil mübtəda önünə keçməsidir. Keçməyib. Köməkçi feil mübtədanın önünə keçməlidir. Did she won? Did she win? Won, win. Did olanda idi düşdüyü kimi qaydas feillərdə özünün birinci formasına qayıtmalıdır. Qayıtmadığı üçün A variantı da səhv qalır nə? B variantı. Bu qədər sadə. İkinci tərəfdən inversiyaya ehtiyac nədir? Yoxdur. Bunu da unutmayaq. Söhbət not only but also-dan gedir. Deməli, baxa görə mövzu nədir? Mövzumuz mübtəda xəbər. Bəli. Bizdən səhvi istəyir. Deyir, every student, every ilə ya da each ilə nə qədər isim verilsin ki, burada bir dənə verim. Xəbər həmişə tək olacaq. Mübtəda budaq cümləsi adətən xəbər həmişə tək dolu, dərinliyə girmək istəmirəm. What he suggested was accepted by the committee. Okey. Yəni onun təklif etdiyi qəbul edildi filan şey tərəfindən, komitə tərəfindən. Okey. Burada da bir problem yoxdur. Əgər mənim mübtədam gerund və yaxud infinitivlə verilirsə, xəbər yenə də tək olacaq. Ki burada da gerunddur. Collecting historical artifacts, tarixi artefaktlar yığmaq, toplamaq filan şeyi tələb edir. Tamam. Neither nor, either or, not only but also da biz ikinci tərəf həmişə fikir verəcəyik. Orada mübtəda təkcə, xəbər tək, cəm ki, burada da cəmə cəm verdik. Amma E variantında problem var. Normal halda mübtəda and, mübtəda both, mübtəda and, mübtəda olanda xəbər həmişə cəm olur. Düzdürmü? Amma there is, there are tipli cümlələrdə, there was, there were tipli cümlələrdə xəbər birinci gəlir, sonra mübtəda. Amma burada nə qədər and verilirsə, nə qədər isim cəmdə olur olsun, fərqi yoxdur. Biz burada xəbərdən sonra gələn ilk isim nədirsə, xəbərdə o ilə neyləməliyik? Uzlaşdırmalıyıq. Yəni, doctor təkdir, xəbərdə nə olmalıydı? Tək olmalıydı. Burada cəm verdiyinə görə səhvdir. Cavab da E variantı. Ly deyir, harda adverb kimi düz istifadə olmuş. Yəni, hansı sözə ly əlavə eləmişik və də o söz orada adverb kimi nədir? Düzdür. The train arrived lately. Lately, baxın, qatar gec gəldi, çatdı. Bu lately deyil. Birinci səhv budur. İkincisi o ki, lately son zamanlar, axır vaxtlar, recently deməkdir. Tamam mı?
I haven't seen you. Mən səni görmürəm ya da görməmişəm lately. Son zamanlar. Tamam. I have read 2 storybooks lately. Son zamanlar 2 hekayə kitab oxumuşam. Okay, bu şəkildə verəsən. Amma gec mənasında lately verməyəcəksiniz. Late həm sifətdir, həm də zərfdir. He held the rope tightly, sıx, möhkəm tutdu. And lowly. Lowly sözü yoxdur. Var, sifətdir, amma adverb kimi yoxdur. Tamam mı? Lowly, longly, fastly bu şəkildə yazıram sizin üçün. Adverb yoxdur. Belə zərf yoxdur. Bu da zərfdir. They treated us friendly. Bizimlə mehriban şəkildə rəftar etdilər. Friendly sifətdir, adverb olmaz. In a friendly way deyə bilərdik. Ya da kindly olmalı idi. D variantı düzdür. Nearly, təxminən. Biri sizdə near başqa şeydir. Nearly təxminən adverbdir, amma yenə təxminən demək olar ki, az qala. Hər halda adverbdir, elva ilə düzəlib, düzdür. Demək olar, nədir? Atası boydadır, deyir. Düzdür. D variantı. He worked very hardly. Hardly heç bir halda təzərkə zərfi olmur. Hardly demək olar ki, yox deməkdir. İndi yenə başlayacaq olar ki, yox, olur, nə? Olur nətər? Belə eləyək də. He hardly go to school məsələn. O çətinliklə güclə gedir, yox. Cambridge-də açıb baxa bilərsə, hardly-nin çətinliklə güclə mənası yoxdur. Bizim lüğətlər verə bilər, mən bizimkilərə inanmıram. Hardly demək olar ki, yox deməkdir. Almost, not deməkdir. Amma barely olsaydı, olardı. I barely go to school. Mən demək olar ki, məktəbə getmirəm, ya da çətinliklə gedirəm. Tamam mı? Güclə gedirəm. Yəni, ya xəstədir, ya necəsə. Hardly-nin çətinliklə güclə mənası yoxdur. Dədə babadan bizimkilər elə məna da verir, amma yoxdur. Hər nəysə, lap belə olsun. Hal-hazırda səhvdir. Hardly-nin yeri həmişə hard olacaq, təyin etdiyi feildən əvvəl. Və heç bir halda da dərəcəyə girmir. Yəni, very ilə də işlənməz, more ilə də işlənməz, most ilə də işlənməz. Complete the sentence. Oxuyub anlama testlərindən biri. Unless, if-in əksidir, əgər, people, insanlar, change, dəyişməsələr, their eating habits, yemək vərdişlərini dəyişməsə nə olacaq? Yaxşı şey olacaq, pis şey olacaq, təbii ki, pis şey olar. Sağlam qida adətən bahadır. Əlaqəsi yoxdur. Onların sağlıq problemləri, yəni xəstəlikləri daha da ciddiləşəcəyi, düz deyir, ciddi ola bilər, düz deyir. Onlar limitsiz, yəni bol şəkərli içkilərdən həzz ala bilərlər. Vay. Həkimlər heç vaxt davamlı, müntəzəm məşqi məsləhət görmür, tövsiyə eləmir. Nə əlaqəsi var ki? Hər kəs profesional idmançı olacaq. Qəşəng. B variantı. Paraphrase eləyək. Paraphrase nədir? Essential meaning, yəni verilən cümlənin eyni mənasını. If they had left earlier, əgər onlar erkəndən, tezdən ya da tez çıxsaydılar, they wouldn't have missed the flight. Onlar belə deyək, təyyarəni qaçırmazdılar. Ya da təyyarəyə gecikməzdilər. Yəni, missing the flight, təyyarəni qaçırmaq was the result. Nəyin nəticəsi idi? Of living late, gec çıxmağın nəticəsi idi. Budur da, eyni mənadır. Eyni struktur, eyni cümlə olmağına ehtiyac yoxdur. Amma eyni fikir, eyni məna. Okay. They left early, tez çıxdılar. They usually leave, onlar adətən gec çıxırlar. Amma bizə olmuş bir şeydən danışır, presentdən danışmır. They got to flight, çatdılar təyyarəyə. No. Living early always. Tez çıxma həmişə garanti verir ki, uçuşa çatasın. Nə əlaqəsi var? Meticulous, very careful, precise, yəni titiz, dəqiq. Mən belə deyirəm, titiz. Indifferent, laqeyd. Having no interest or concern, not caring. Vecinə deyil də bu adamın. Resilient, möhkəm, dözümlü. Able to recover quickly from difficult. Mahsun Kırmızıgül. A variantı. BCA. Mahsun niyə deyirəm? 90-cı illərdə Mahsuna yıkılmadım, ayaqdayım, Mahsuna kim qulaq asıbsa,
Bu sözü hele yadda saxlaya bilər. Qardaş, mən antonim vermişdim. Təzdən niyə antonim vermişəm? Bax, burada bir aşıb eləmişəm. 2 dənə antonim testi vermişəm deyəsən. Bunu da antonim verir. Halbuki bunlardan biri sinonim olmalı. Neyse, 2 antonim bir sinonim olsun. Heç olmaz. Canınız sağ olsun. Arrogant. Arrogant ne deməkdir? Deyək ki, selfish. Selfish nədir Azərbaycanda? Egoist. Özündən razı. Xudbin. Hostile. Düşmən. Düşməncə. Rigid. Bu da möhkəm, sərt, ciddi. Gəl görək hansıdır? Confident. Yox. Arrogant. No. Bu özünə inamlı, mehriban. Mehriban olur əslində. Olur. Flexible. Aşağıya yox. Friendly charge. Firm. Firm sinonimdir. Flexible olar. Əsnək deyirsiniz buna. Əylən, büzülən, dəyişən. Yəni rigid, möhkəm, sərt. Bir də var ki, elastik deyək. Tamam. Friendly, mehriban, humble, təvazökar. B variantı düz. Modest, təvazökar. Warm, istiqanlı. Bu ikisi düz gəlir. Bu elə tərsli, inatçar, rigid alınmadı. Proud, fəxirli, vüqarlı, qürurlu. Hardasa sinonim. Bu da xudpəsənd. Fars sözüdür. Aggressive, aggressive. Bu da sinonim çıxır. Yox. Strict, bu da sinonim çıxır. Hadisi. Bold, cəsur. Nə əlaqəsi var? Calm, sakit. Loose, boş. Bu da variant deyil. It was an honor. Bu bir ifadədir. Bunu qeyd edin. Diyoruz, oy müəllim, soyul bırakır. Yani bu tip ifadelerde sayılır. Narahat olma. It was an honor. Bu bir onurdur. Diyorsunuz. To meet. Azərbaycanca bilmirəm o nədir. Yani bu şəkildə necədir. Onur bilirəm. Azərbaycanca nədir? Mən nətər deyim. Bu bir şərəfdir. Ha, alınır. Azərbaycan alınır. Filankəs o filankəs. Professor filankəs. Yani title varsa heç var burada article verməyəcək. Who was given? Ne verir bu adam? Verirdi ya da seminar verirdi. On artificial intelligence harda? Mesela Oxford University desə article ihtiyac yoxdur. Ama oflu verəndə mütləq burada the article vermək lazımdır. Ne oldu? En boşluq A variantı çıxdı. Watch'un özü nə istəyir? Watch'un özü iyili istəmir. Ayıncı da ola bilər. Sadə, tuzsuz feil də ola bilər. Yəni ayıncı deyəndə participle one nəzərdə tuturam. Uşaqlarının oynamasına baxarkən, yəni uşaqların oynamasına baxarkən, indi bu bütün prosesi baxırsansa budur. Bir anlıq baxırsansa budur. The coach decided, deməli bir anlıq çünki həmin anda bu qərar verir. Decided to istəyir. Decided. Okay. Them tamamlıqdır. Tamamlıq olan yerdə fiili, qarşısındakı fiili heç vaxt məchulda, passivdə vermirik. Cavab çıxdı ki, variantı. To make dəki nə istəyir? Heç nə. To make them train harder. Yəni zero infinitive. Variantı. Reading books regularly has many benefits. Yəni kitab oxumaq, mütaliə eləmək çoxlu faydaları var. Beyond improving language skills, yəni dil bacarıqları inkişaf etməkdən əlavə birçok faydalar var. It helps people expand their vocabulary, insanların söz bazasını artırır, develop critical thinking, tənqidi düşüncəni inkişaf edir, and understand different cultures and perspectives, fərqli mədəniyyətlər, perspektivlər və s. Anlaması kömək edir. Researchers, tədqiqatçılar also believe, həmçinin inanır ki, that people, insanlar, hansı insanlar, who read frequently, tez-tez mütaliə edən insanlar are better, nədir? Daha yaxşıdır, bacarırlar at concentrating, fikrini belə konsentrə eləməkdən, solving complex problems, çətin problemlər, məsələləri həll eləməkdə, than those who rarely read. Yəni, çox mütaliə edənlər, az mütaliə edənlərdən daha yaxşı konsentrə olmağı bacarır və çətin problemləri həll eləməyi bacarır. Baxın, bunların xüsusi qaydası olmur, gözəl insanlar. Yəni, bu testlərin standartı yoxdur bizdə. Ona görə necə düşər, biz bilmirik. O görə qardaş, bunun ən yaxşı yolu nədir? Oxuyun, anlayın, yazın. Oxuyun,
anlayın, yazın. Oxuyanda biraz səsli oxuyun. Bunu həmişə deyirəm. Mətn olsun, bu olsun, fərqi yoxdur. Çətin bir şey deyil ki. Yəni burada maksimum B1 səviyyəsindədir mətn. İmtahana da zaten elədir. Çətin bir şey yoxdur. İndi gəl yoxlayaq. Səsli oxuyun, yanınızdakıları narahat etməyəcək dərəcədə. Səsli oxuyun, çünki beyin 2 qat daha sürətli analiz eləyə bilir. Görsən, burada inkarlıq var, burada inkarlıq var, burada only var, burada only var. Cavab qaldı C variantı. Keçən ildə bu tipdə suallar çıxmışdı. Elə belə çıxırdın, cavab çıxırdı. Regular reading müntəzəmdir, oxumaq, mütaliə eləmək, insanlara kömək eləyir. Fərqli, nədir, vacib, nələri, skillləri inkişaf etməyə. Bu qədər sadə. Şobsları tərcümə eləməyə ehtiyac qalmadı. Reluctant, istəksiz, həvəssiz, könülsüz deməkdir. Unwilling, hesitant, istəksiz, bu da tərəddüdlü. E variant. Və bunu da eyni şəkildə oxuyaq, anlamağa çalışaq. The Roman Empire, Roma imperiyası remained, qaldı, nə? One of the most powerful civilizations in history for several centuries. Yəni, bir neçə əsr boyu, tarixdə nədir? Ən gözlü sivilizasiyalardan biri kimi qalmışdır, ya da olmuşdur. It established, əsasını qoyub, yaradıb, qurub, an advanced legal system, hüquq sistemi, inkişaf etmiş, hüquq sistemi, constructed, inşa edib, impressive roads, qəşəng yollar, aqueducts, bu nədirsə, su ilə bağlıdır, aqueductlar düzəldi, expanded trade across Europe, North Africa, Middle East, Avropa, Şimali Afrika, bir də yaxın şərq ərazisi boyunca ticarət yolları genişləndirib. However, ancaq bununla belə, halbuki historians, tarixçilər believe, inanır ki, that a combination of political instability, instabillik də, nədir bu? Qeyri-stabillik kombinasiyası, sonra nə? İqtisadi tənəzzülün, hərbi təzyiqin, kimdən? İşğalçı tayfaların hərbi təzyiqi, sonra daxildə olan bu qeyri-stabillik, iqtisadi çöküş və daxili konfliktlər tədricən zəiflədi nəyi? İmperiyanı. Rather than collapsing because of a single event, yəni bir hadisədən dolayı süqut eləməkdənsə, yəni biz tək bir hadisədən süqut eləmir. The empire declined, imperiya çökür. Over a long period of time, uzun müddət ərzində çökür. Ona görə də the Roman Empire was destroyed by a single military battle. Alın var. Ona görə də Roma imperiyası tək bir hərbi döyüşlə dağıdıldı. Yox. Roman rulers, Roma idarəçiləri uğurlu şəkildə, burada uğurdan danışmırıq. Ona görə də bir neçə siyasi, iqtisadi və hərbi faktorlar onun çökməsinə səbəb oldu. Düzdür, yuxarıda əslində qeyd eləmişdi, eyni şeydir. The empire remained politically stable, siyasi cəhətdə stabil qalır. Son illərinə qədər xeyr, biz bunu pis deyirik bəxtən. İqtisadi rifah davam elədi 15-ci əsrə qədər. Heç əlaqəsi yoxdur. Birincisi bu 476-da məhv olur. İkincisi də ki, burada biz bunu çöküşündən danışırıq. Rifahdan, zatdan danışmırıq. C variant. Bu qədər sadə. Sinonim. Abandon. Abandon tərk eləmək. Leave. Bu da tərk eləmək. Yiyəcəmişə desert. Bu da tərk eləməkdir. Desert oxunanda isimdir, səhra deməkdir. Desert oxunanda tərk eləmək fiildir. Bir də belə bir söz var. Bu da desert oxunur, desert deməkdir. Hər nəysə, tərk eləmək, bir düz. Expand, genişlənmək, shrink, daraltmaq. Reveal, ifşa etmək, üstünü açmaq, hide, gizlətmək. Postpone, təxirə salmaq, delay, təxirə salmaq, yubatmaq, gecikdirmək. Comprehend, anlamaq, başa düşmək, dərk və understand, anlamaq, başa düşmək, dərk etmək. 1, 4, 5 A variantı. What expensive the shoes are. What üstəgəl sifət olmur. İsim, ismi birləşmə. How brave was the soldier. Yox. Mübtada xəbər olmalıdır. The soldier was. What an amazing the view was. What an amazing nə? Nə? İsmi yoxdur. Mübtada xəbərə qədər bizə nə lazımdır? What üstəgəl isim. What a delicious meal. Şıqqıqba belə bir şey. Mübtada xəbər. What an. Üstəgəl sayılan tək isim. İsmin qabağında sifət də düzdür. Bu da təkdir. E'si var, düzdür. How tall building is. Yox. Yəni adam demək istəyir ki building is
tall. Tamam da bildik. Bunun artiklı hanım. Müəllim verirəm, də versən səhvdir. Çünki bir şeyin, deyir ki, adam deyir ki, bina necə də hündürdür. Bir şeyin hündür olduğunu bilirsənsə, o sənin üçün müəyyəndir. Müəyyəndirsə, onda sən nə verməlisən? The artiklı verməlisən. İndi artiklə bağlı sizə sual düşə bilər. Məsələn, birində yazacaq ki, how tall a building is, how tall the building nəysə, is, siz bunu seçəsiniz. Yaxşı. Burada mütləq müəyyəni artiklə vermək lazımdır. D variantı. 20'ye baxaq. It was raining. Yağış yağırdı. Amma, however, we went for a walk. Gəzməyə getdik. Buna baxmayaraq, nevertheless, we enjoyed it. Tamam da yəqin, yağış yağırdı, amma biz yenə də gəzməyə getdik. Bununla belə xoşumuz gəldi. Yəni, yağış yağırdı, gəzməyə getdik, amma yenə də xoşumuz gəldi. Tamam, okey. Yəni, o bir səhədə oxuyub. It was raining. Bundan əlavə biz gəzməyə getdik, yox. Although bunlardan əvvəl və nöqtəli vecə görmüsünüz. Yəni, nöqtəli vecə gördünüz, qardaş. Heç vaxt budaq cümlə verməyəcəksiniz. Yağış yağdıq, ona görə də gəzməyə getdik, amma xoşumuz gəldi. Yox, elə cavab ed. Conditional mood, yenə deyirəm, moodu bizimkilər, yəni bizdə də var. Da 2 ilə 3'ü bir də mix conditionları nəzərdə tutanlar da var. 0, 1, 2, 3 mix conditionları nəzərdə tutanlar da var. Hər neysə, gəl yenə də yoxlayaq. If I had listened, past perfect verib, future in the past'dan uzlaşıb, bu mix conditionaldır. Hər şey düzdür. Deyir ki, sənə qulaq assaydım ki, dünən, sırağa o bir gün keçmişdə, nə vaxtsa. İndiyə qədər olan bir şeydir. Bu, third conditional. I would be much happier. İndi çox məsud olardım ya da özümü yaxşı hiss eləyərdim. Yəni, dünən qulaq assaydım, indi yaxşı olardı. Bu mix conditionaldır. 3 dənə için qarışdırıb. Hər şey düzdür, A variantı düzdür. Mix-la bağlı düşüb imtihanda səhv eləmirəmsə. 23 idi, neçəncili idi. If they left earlier, tez çıxsaydılar, they could. Ümumiyyətcə, bunu düsturdan gedən mənaya girməyəcək. If-dən sonra past verib, pastdan uzlaşmır. If-dən sonra past verib, feature perfect in the pastdan uzlaşa, mixed olmalıdır və məna da uyğun gəlməli. If Tom studied harder, he would have passed. Deməli, imtihandan kəsilib. Yaxşı oğlan olsaydı deyə bilərdim. Bu az oxuyub, ona görə imtihandan kəsilib. Deməli, hər ikisindən olmadı, keçmişdə olmadı. If Tom had studied harder, çox oxusaydı, imtihandan keçərdi. Yəni, third conditional olmalıdır, mixed eləyib, səhv eləyib. Desəydim ki, ağıllı oğlan olsaydı, oxuyan uşaq olsaydı, tənbəl olmasaydı, elə mixed eləyə bilərdiniz. If she knew, if-dən sonra pastı verib, future simple-la uzlaşmağı yoxdur. If-dən sonra ümumiyyətcə future simple gəlməyir, istəyib past olsun, nə olur olsun, fərqi yoxdur. A variantı düz. Sayılar. 7/10. Deyəsən öyrənmişəm, bu sürətdir. Bu da məxrəc. Məxrəc həmişə TH deyin, sıra sayı, neyse sıra sayı olacaq. Yuxarıdakı sürət birdən böyük olduğuna görə aşağıdakı S qəbul eləyəcək ki, eləyibdir, düzdür. Mübtəda xəbər uzlaşması da düzdür. Niyə? Kəsr sayılar ofla işləndə ofdan sağdakı isim təkdəcə xəbər, tək olub cəmdəcə cəmə. Yəni A variantı düz. Several hundred deyə bilərsən, amma several hundreds books, əgər 100, 1000, million, billion, dozen bunlardan sonra isim varsa, bunlar cəmlənməz. We've waited 1.5, 1.5 deməkdir. 1.5, 1.5, yəni 1 saat yarım. Birdən böyük olduğuna görə təyin etdiyi isim cəmlənməlidir. She wrote a 3/4 length coat. Burada problem əslində buradadır. 3/4 length. Burası düzdür. Problem burada tək coat cəmdir. Burada coat'u cəm ismi təyin eləyə bilmir. Oy müəllim, bəs niyə quarter'ın ösü yoxdur? Qoy deyim. Ümumiyyətcə yadda saxlayın. Bunların içində yeganə quarter'dır ki, əgər bundan sonra bir isim, ofsuz isim verdinsə, quarter'ın esi işlənməz. Bunu yadda saxlayın. Mən demirəm, Michael Sloan deyəcəm deyir. Ya Michael Sloan'da görmüş ya da Eastwood'da. It was a 4 weeks course. Əgər
buradaki ismimizin determiner burada varsa mütləq bunu defisiti vermək lazım. Defisi verəndə də defisdən sonraki isim heç vaxt nədir? S qabili elib cəmlənməz, hətta yiyəliyə də girməz. A variantı. Maşallah. Type 2 diabetes has become one of the fastest growing health problems worldwide. Uzun sözün qısa şəkərli diabet, yəni şəkər xəstəliyinə qarşı dünyaca ən tez yayılan ya da böyük problemlərdən biridir, xəstəliklərdən biri, belə deyim. Although baxmayaraq genetics may increase a person's risk. Genetika, yəni insanın genlər, genetikası bu riski artıra bilər. Amma, çünki burada bu var, amma medical expert tibbi, yəni expert professionallar deyir ki, razılaşıcı söylüyor ki, həyat tərzi plays a far more significant role in the development of the disease. Yəni, tamam da genetika müəyyən rol oynuyor, okey, amma önemli olan faktor burada nədir? Bax, görürsünüz, yorumluyla tərcümə eləmirəm. Həyat tərzidir. Bunu söyləyənlər tiblə ya da tib elmi ilə məşğul olan alimlərdir, hər nəysə. Həyat tərzi çox önemli rol oynuyor xəstəlik inkişafında. In recent decades, son illərdə, son 10 illiklərdə technological advances, yəni texnoloji inkişaf have made daily life more convenient. Texnoloji inkişaf da həyatımızı çox asanlaşdırıb, rahatlaşdırıb. But they have also encouraged people to become less physically active. Amma həmçində insanlara səbəb olub ki, insanlar fiziki cəhətdən az aktiv olsunlar. Yəni, həyat o qədər texnoloji cəhətdən rahatlaşıb ki, biz fiziki cəhətdən nədir? Zəifləmişik, aktiv deyilik. Many individuals now spend long hours sitting in front of computers, driving instead of walking, relying on elevators rather than stairs. Deyir ki, bir çox insan uzun saatləri sərf eləyir kompüterlərin qabağında, neysə ekran qabağında, telefonda, planşetdə gəzmək əvəzinə, liftdən istifadə eləyir, pilləkənlə gəzmək əvəzinə, bütün bunlar nədir? İndi deyəcək nədir? Yəni hamısı səbəb olur nəyə? Xəstəliyin inkişafına. Diet is another major contributing factor. Bu da diyeta. Söhbət diyetadan, pəhrizdən getmir. Diyeta deyəndə hamı elə ancaq onu başa düşür. Qidalanma. Düzgün qidalanma da önemli rol oynuyor. Önemli bir faktordur diye. The widespread availability of highly processed foods, sugary drinks and oversized meals has led to excessive calorie consumption. Uzun sözün qısası bu Azərbaycanca bilmirəm buna nə deyirlər. Bu konservada falan filan, sonra sosislər, kalbasalar, yəni bu tipli qidalardan danışır, sonra şəkərli içkilər, sonra həddən artıq çoxlu yeməklər, böyük yeməklər. Bunlar hamısı neyini yer? Gətirib çıxarıb ekstra kalori istehlakına. Baxın, bu mövzunu özüm seçmişəm. Boş yerə də seçməmişəm. Əksəriyyətin vacib olan mövzudur. Niyə şəkər xəstəliyinə səbəb oluruq? Bunun səhvlərindən bir ikisini biz burada xırdalayırıq. Özüm bilərəkdən seçmişəm bunu. At the same time, eyni zamanda many young people, bir çox gənc adam fail to include enough fruits, az meyvə yeyir, vegetables, az tərəvəz yeyir, and whole grains in their diets. Və buğda məhsullarına alınan yeməklərdən çox istifadə edir. As a result, və nəticədə excess body fat, yəni bu kalori consumption artdığı üçün excess body fat əlavə yağ formalaşır. Particularly around the abdomen, yəni qarın tərəfdə, reduces the body's ability to respond effectively to insulin. Bu da nə edir? İnsulinin cavab verməyinə, az cavab verməyinə ya da belə səbəb olur. Yəni effektiv şəkildə cavab verə bilməm, belə başa düşün, bunu reduce eləyir. Increasing the likelihood of developing type 2 diabetes. Bu da gəlib çıxar şəkərə. Yəni uzun sözün qısası dəstdən kənara çıxacaq. Nə qədər çox yesək, yada saxlayın, o qədər enerji hasil olan şəkər, qanda şəkər avtomatik yuxarı qalxır. İnsulin məcburdur bunu tənzimləmir. Amma çatdıra bilmir insulin. İnsulin siz qapağı açıla bilmir. İnsulin yorulur, əldən düşür. Artıq bacarmır o şəkər tənzimləməyə, gücü çatmır ya da yorulur. Yəni maşının zapçası kimi bu da sıradan çıxdığı üçün şəkər orada sabitləmək olmur, balanslaşdırmaq olmur və şəkər xəstəliyi yaranır. Ya da insulin dirənci, gücü çatmır, eləyir, gücü çatmır. Belə bu xəstəlik forması. Bunun qarşısını almaq üçün hərəkət, mütləq hərəkət vacibdir, fiziki aktiv olmaq vacibdir. Karbohidrat tərkibli qidalardan nə qədər uzaq dursanız o qədər yaxşıdır. Az yeyin, 2 dəfə yeyin, hətta bacarırsa 1 dəfə yeyin gün ərzində. Mən bilirəm ki, çox yeyənlərimiz çoxdur. Health professionals emphasize sağlıq professionalları, nəsə tibb professionalları vurğulayır ki, that the disease is largely preventable. Yəni, əksərən böyük ölçüdə bunun qabağını almaq mümkündür. Engaging in regular physical activity. Müntəzəm, davamlı fiziki aktiv olmaq, yəni idman eləmək.
Gəzmək, neysə. Maintaining a balanced diet. Balanslı, yəni düzgün qidalanma. Çox yox, az yox, orta və s. Controlling body weight. Bədən çəkimizi kontrolda saxlamaq. And reducing sugar intake. Şəkər qəbulunu azaltmaq. Can significantly lower the risk. Bu riski neyə bilər? Önəmli şəkildə azalda bilər. Even moderate exercise, hətta orta, sabit, adi idman belə, such as walking for 30 minutes a day, gün ərzində 30 dəqiqə gəzmək, has been shown, görünüb ki, to improve insulin sensitivity, insulin həssaslığını neynəsin, improve eləsin. Yəni, bədənimizə qədər pi çoxdursa, tamam mı? Yəni, bu artıq yemək, məsələn, 50'lik yemək əvəzdən 70'lik yeyirik, 50 getdi, tamam, enerji, o, bu falan, 20 qaldı, hara qaldı? Piyə çevirəcək. Enerji gedir piyə. Tamam mı? Yəni, yağdan pi yaranmır əslində. Həmin bu karbohidratlardan yaranır. Nə qədər bədənimizdə pi olsa, o qədər metabolizma zəif olacaq. O qədər insulin az aktiv olacaq. Zəif inkişaf edəcək və s. və ilə. Hər neysə. And overall metabolic health. Görürsünüz, metabolic health'a da. Çünki metabolizm nə qədər güclüysə, yağ o qədər çox yandıracaqsınız. Metabolizmanın güclü olması üçün çox faktorlar var. Bunun başında fiziki aktivlik dayanır. Experts, bir də yəni az yemək. Expertlər ona görə argue, deyir ki, preventing diabetes, diabetin qarşısını alma, şəkərin qarşısını alma, depend less on expensive medical treatments, deyir, bahalı dərmanlar almaqdan yox. Yəni, bahalı dərmanlar alarsan, tamam, bundan az asılıdır. Əsasən nədən asılıdır? Önəmli olan nədir? Adopting healthy daily habits. Habit nədir, qardaş? Habits. Gündəlik sağlıqlı vərdişlər siz əldə eləməlisiniz. Small, kiçik, but consistent lifestyle. Kiçik, amma davamlı həyat tərzi changes, həyat tərzi dəyişiklikləri can have a substantial impact. Önəmlidir, rolu ola bilər. Təsiri ola bilər. On reducing the global burden of this chronic disease. Bu, xronik xəstəlik qlobal yükünü azalda bilər. Nəysə belə bir şey. Görürüz, hər və hərfini tərcümə eləmirəm, anlamağa çalışıram, öz sözlərimdən ifadə edirəm. Budur, bunun açar. Yoxsa bu da qeyri-adi heç nə olmur. İndi müəllimlər məndən soruşur ki, nətər yazar, necə eləyə, buna aid xüsusi qayda var. Ehtiyac yoxdur heç bir qayda. Oxuyun, anlayın, yorumlayın, türklər demiş. Which statement best describes the main idea of the passage? Yəni, söhbət nədən gedir? Modern technology has improved people's physical health. Müasir texnoloji insanların fiziki sağlamlığını enib artırıb, inkişaf elətdirib. Belə bir şeydən danışmırıq əslində biz. Genetic factors are the leading, genetik faktorlar əsasdır səbəbidir type 2 diabetesin. Xeyr, səbəblərindən biri olsa da, əsas səbəb nədir? Lifestyle. Medical treatment is more important. Tibbi müalicə çox vacibdir. Healthy habits'dən yox, tərsinə idi. Type 2 diabetes is strongly associated with unhealthy lifestyle habits. Düzdür. Yəni, bu xəstəlik əsasən nə ilə əlaqələnir? Yəni, səbəb nədir burada? Qeyri-sağlam həyat tərzi, vərdişləri və s. Type 2 diabetes mainly affects elder, əsasən qocalara təsiri? No. Cavanlar da var idi orada. According to the passage əsasən which factors increase the risk? Nəsə, riski artırır. Hansı faktorlar? Drinking more water, çoxlu su içmək? No. Gündəlik stressdən qaçmaq? No. Walking regularly and maintain a healthy weight? Düzdür. Gündəlik gəzmək, yəni davamlı, gündəlik demində davamlı neysə. Bir də nəyə riayət eləmək? Healthy weight, sağlam çəkini nəzarətdə saxlamaq, düzdür, faktorlardan idi. Following medical advice and having regular check-ups, tibbi məsləhətləri dinləmək, bir də müntəzəm neyləmək, check-up'a, müayinəyə getmək, yox. Low activity levels, fiziki aktivlik aşağı, yüksək kaloriyeli yemək, processed food, xeyir, eating healthy meals and exercise. Qardaşım, nə oldu burada? Risk deyir, risk. Yaxşı şey eləməm, pis şey seçməliydim. D variantı, sorry, üzr istəyəm. Bu yaxşıdır. Bunun əlaqəsi yox idi. Bəli, müntəzəm şey eləmək lazım. Bu da yaxşıdır, D variantı, üzr istəyəm. Which statement is supported by the passage? Yəni, mətnə görə hansı düzdür? Belə götürür. Medication is the best way. Medication ən yaxşı way deyil. Genetics is the only. Yeganə səbəb genetikadır. Yox. Technology has made people more physically. Bu da bayaq vardı xeyr. Texnologiya insanları fiziki aktiv edib daha da. Regular exercise has little effect deyil. Following healthy daily
routines is an effective way, düz deyil. Yəni gündəlik, daily rutinlər, sağlıqlı daily rutinlər olsun, sağlıqlı həyat tərzin olsun, effective way'dir ki, bunun qarşısını alasan. Every year had millions of tons of plastic waste, milyonlarla ton plastik tullantı enter rivers and oceans, çaylara, okeanlara daxil olur. This pollution, bu çirklənmə, threatens marine life, dəniz, su həyatını təhdid eləyir, təhlükə altına alır, damages ecosystem, ekosistemi zərər verir. Scientists, alimlər, believe, inanır ki, reducing single-use plastics and increasing recycling efforts, nəsə, bir dəfəlik, yəni adına razı deyəydi buna, istifadə etdiyimiz plastiklər, yəni bunları azaltmaq, bir də ki, recycle, yenidən emalı artırmaq are among the most effective ways and effective yolların içindədir. Nəyin? To protect the environment for future generations. Yəni, ətraf mühiti təbiəti qoruyub növbəti nəsilləri ötürmək istəyiriksə, ən effektiv yollardan biri nədir? Üsullardan biri nədir? Bu plastiklərdən az istifadə etmək, bunu azaltmaq, bir də yenidən emalı artırmaq. Bu da deyil, mətnə əsasən, what's one effective way to reduce environmental pollution? Yəni, environmental pollution'ın qarşısını almağı effektiv yollarından biri nədir? Çoxlu fabrik tikmək, çaylar ildə bir dəfə təmizləmək, çoxlu plastik çantalardan istifadə etmək, çoxlu balıq tutmaq ev variantıdır, çox asandır. Using fewer single-use plastic items, plastik itemlardan daha az istifadə etmək, ya da daha az plastik itemlardan istifadə etmək. Pronoun, although most of, all of, each of, several of, both of, yəni bunlar hamısı of'dan işlərə, had finished the project, bitirmişdi. Of them, none of them, neither of them, none of them, each of them, no one of them, no one. Bizimkiler of'dan işlədir, amma əslində orijinal ingilis dilində törəmələr of'dan işlənir. Yəni qısa net. Hər nəysə, none of them xəbər təkdə verə bilərəm. Neither verə bilərəm. None verə each, okay. Was willing to present it because nobody felt any, isimsiz burada məna itir vermirəm. Everyone felt, some felt. Deməli, burada mənaya görə gedəcəm, görək cavab hansı olacaq. Bir-birinə oxşayan var? Yox. Deməli, baxmayaraq ki, uşaqların əksəriyyəti, yəni bitirmişdi proyekti, tamam. Onların heç biri, none of them, təqdim eləmək istəmirdi, çünki heç kim confident deyildi, kifayət qədər özünə güvənmirdi. A variantı məntiqlidir. Hər biri bitirmişdi, onların heç biri vermək istəmirdi, çünki hər biri confident idi, burada məna səhvi var. Bir neçəsi bitirmişdi, onların hər biri vermək istəyirdi, çünki bir neçəsi confident idi, aləmdə idi bir-birinə. A variantı ən məntiqli cavab oldu. Passive voice, the rock. Mən belə bir şey verməmişim. Məsələn, this word is blocked yazmalıydım. Tamam, heç bir şey. Is blocked olsaydı da yenə səhv olacaq. Çünki stative passive'dir. Yəni yol tutulub, o mənada yol bağlanıb. Hər nəysə, burada passive voice yoxdur. Latin was used to be taught. Yadda saxlayın, bu düşə bilər. Bildiyiniz used to, yəni keçmişdə, past habit anlamında bunun məhsulu bu şəkildə düzəlir. Yəni, qabağında bu olmamalı. Used to be taught. Olmalı idi. There were said to be hundreds of casualties. Hundreds of casualties. Bu da cəm varsa, bu da cəm olmalıdır. C variantı düzdür. Is this the ancient manuscript discovered in Tibet? Yəni, this is the ancient, bu cümlənin özü budur. This is the ancient manuscript. Bu, Tibetdə tapılan qədim əl yazmadır. She was exhausted. She was tired deməkdir, sifətdir, məchul deyil. C variantı düzdür. I was nervous. Görək, yadımda qalıb mı bunu? I was nervous. I was very nervous. Çox həyəcanlı. Nervous, yenə deyirəm, nervous, əsəbi demək deyil. Həyəcanlı deməkdir. Before the interview, müsahibədən əvvəl çox həyəcanlıydım. Amma but I tried to siri açıb tökmək, bir tərəf qalmaq, özümü ələ almaq kimi, yəni saç qalmağa çalışmaq, aranı vurmaq, dəbə uymaq.
Cavab C variantı. I try to keep my cool and stay calm. C variantı. Zaten hərfi imtihanda da belə olur, tutursuz temada. As soon as'dən sonra would gəlmir. Perfect continuous gəlmir. Mübtədadan sonra, ay burada mübtədadır. Heç vaxt fe'l ing gəlməz. Bu ikisi gələ, past simple. Paralel zaman baş verəcək burada. Burada past simple olmalıdır. As soon as I entered the room, içəri daxil olanda qapı açıq idi. The door was left open. Açıq qoyuldu, yox. Açıq idi deməkdir. Was left open. Left burada versəz, o deməkdir ki, the door left. Qapı özü açdı ya da qoydu, tərk etdi, nəyi? Mənasız bir şey çıxır. Bu bir. İkincisi, left open açıq idi. Baxmayaq ki, həmin anda yenə, baxmayaq ki, içəridə heç kim yox idi. Nobody was inside. Hərbini versən, hərbin öncədən olan bir hadisədir, yenə də məntiqsiz. Çünki as soon as-dan burada biz paralel danışırıq. O bizə çox kömək olur. C variantı. My father said to me, dədəm mənə dedi ki, don't forget to lock the door. Əmr cümlələrini həmişə not to ilə aparacaqsınız. Not to axtarıram, yoxdur. Yox, to not yox, not to, not to. Said to me olmalı. Said me yox, said to me. Onca bu da səhvdir qalır. Told me. Düzdür. Çevrəndə tell feilindən sonra həmişə obyekt verin, sonra cümlə ya da to'lu tamamlıq fərq eləmir. Professor nəsə deyir? Student deyir, certainly. Is there anything specific you would like me to revise? Başqa nəsə var? Belə revise eləyim. Deyir, please pay particular attention to your methodology. Falan şeydə önəm ver, bla bla bla. Başlayaq. I don't think research papers should include references, certainly. Başqa nəsə var? Yəni bunun əlaqəsi yoxdur, bilmirəm. Your project has already been rejected. Rədd olunub. Rədd olsaydı davamında bu cür diyaloq verməzdi. Deyir başqa. Neyə bilərəm? Revise saat falan neyim? Scientific research is always easy to conduct. Elmi araşdırma həmişə asandır aparmaq. Daha certain professor başqa neyə bilərəm? Belə bir sual verilməz. Could you revise your research paper before the final submission? Deyir ki, could you revise your research paper before the... Yəni son təqdim etmədən öncə bir dənə də research paper, tədqiqat işi gözdən keçirə bilərsən. Deyir, əlbəttə. Deyir, başqa spesifik nəsə varmı yenə mənə tövsiyə edəcəyiz, revise eləyim? Deməli, burada revise'dan gedər həqiqət soru. Deyir, başqa revise edə biləcəyim bir şey var? Deyir, falan şeylər fikir ver. Yəni, D variantı uyğun gəlir. E-də də deyir ki, qərar almışam ki, professiyamı dəyişmə nə əlaqəsi var ki? Uyğun gələn cümlə. To build trust with a new team. Yeni komandada güvən yaratmaq istəyirsənsə, a good leader, yaxşı lider nə etməlidir? Hər bir üzvün fikrini nə etməlidir? Qəbul etməlidir, uydurmalıdır, göz ardı eləməlidir. Bu da deyəsən göz ardı eləməlidir, elə bir şey olmalıdır. Örtbasdır eləməlidir. Elə A variantı. After years of avoiding the problem, yəni illər boyu adam problemi göz ardı eləyir. Deyəşi. Nəhayət nə eləyir? Yəni, vecinə almır. Axırda nə olur? Qərarı alır ki, nə eləsin? Həqiqəti, tamam, çökən biznesi ilə bağlı həqiqətlə üzləşsin, qabullənsin, belə bir şey. Aradan çıxsın, dözsün, səbirsizlə gözləsin, güvənsin. Burada da qabullənsin, yəni belə bir çətinliklə acı həqiqətini qəbul etsin də, belə deyək. Görür ki, biznesi çökür, artıq bu acı həqiqəti neyini qəbul eləməyi qərarı alır. Yəni, uzun müddət göz ardı edir, sonra başqa olacağı çarə yoxdur. Nəysə C variantı. Düzgün variantı istəyir. Su deyir, vacibdir. Demək olar ki, every function of the human, bədənin bütün funksiyaları üçün kömək eləyir nədir? Tənzimləməyə, temperatur, bədəndəki temperaturu, sonra qida mənbələrinin qanda dövriyyəsi üçün, sonra artıq şeylər bədənimizə xaric eləmək üçün. Yəni, bu ekspertlər tövsiyə eləyir ki, hər gün kifayət qədər su içməyi tövsiyə edirlər. Çünki hətta mild dehydration, o susuzluğu yaratılmadır, yoxsa dehydration qurulanmadır, nəsə belə bir şeydir.
yüngül belə suyun azalması deyəsən, hydration deyəsən, su içmək olacaq. Yəni isimdir bu. Dehydrate də deyəsən o susuzlaşdırmaq. İndi biləcəyik. Can reduce energy levels. Bəli, enerjimizi aşağı sala bilər. Konsentrasiyamıza təsir edə bilər. Yəni aşağı düşər o da. Fiziki performansımız aşağı düşər. Yəni bədəndə su yoxdursa, quruma gedirsə, enerji düşür, konsentrasiya düşür, fiziki performans düşür. Okay? Dehydration, yəni suyun azalmasının konsentrasiya təsiri yoxdur. Həm fiziki, normal su içmək, həm fiziki, həm də mental health-ı dəstəkləyir, düzləyir. Ancaq temasını çıxartdı ümumiyyətcə. Susuz insan bədəni normal işləyir, ancaq fiziki performansa təsir eləyir. Su içmək ancaq isti havalarda vacibdir, xeyr, B variantı. Menecer nə edir? İgnor eləyir. Yenə, nə olur? Bunların hamısı ignor eləyir. Kiçik şikayətləri ignor eləyir. Yəni, komandası, işçilər buna deyir ki, ay başına dönün, belə bir problemi deyir, əş elə gedir və artıq bütün komanda nə edir? Protest eləmək üçün resign eləyib, yəni istefa verib. A stitch in time saves time. Vaxtında görülən iş nəsə, budur cavab. People who live in şüşə deyir, evdə yaşayan daş atmaz. Yəni, tısbağa qınından çıxdı, qınını bəyənmədi, nəsə belə bir şey. Başqasına, özün nə gün desən, belə bir şey. Gülmə qonşuna gələr başına, bəlkə də belə bir şeydir. Don't cross the bridge until you come to it. Hop demədən hoppanma. Yəni, gəlməmiş, bizə mama deyir, inəyə amaç, mıxın çalma. Belə bir şey. A rolling stone gathers no moss. Bir yerdə sabit dayanmasan, uğra gedə bilməyəsən. Yəni, gündə bir yer dəyişəsənsə, səndən adam çıxmayacaq. Yəni, gündə bir fikrə düşürsən, gündə bir işin dalınca gelsənsə, sən sabit bir işdə qala bilməyəcəksən. Too many cooks spoil the broth. Bəzən elə olur ki, bir əldə 5 qarpız tutmağa çalışsın. Yəni, 5 adam bir işi görməyə çalışır, vurur, tada bərbad eləyir. Nəsə, bunun qarşılığı Azərbaycanda çox qəşəng şəkildə var. 37. Possessive case. Gəlmişin qoyub. Of possessive case deyil. İngilisdə possessive case deyəndə apostrofis ya da S cəm şəkilsindən sonra apostrofu nəzərdə tutulur. Of bir construction, bir kombinasiyadır. Yəni possessive case'in ekvivalentidir. Onun əvəzinə işlənən bir kombinasiyadır. Possessive case deyəndə, genitive case deyəndə of'u nəzərdə tutulmurlar. Yəni ingilislər deyil, mən demirəm ki. Sadə, düzəltmə, mürəkkəb isimlər olsun, fərq eləmir də ismi birləşmələr olsun. Yiyəlik həmişə sonuncu sözə verilir. Yəni, the teacher in charge, mother-in-law, tamam, apostrofis. Amma burada S apostrof verilib. Bu tipli olanlar, burada isim, sözünü isim olanda, təkdə də, cəmdə də, bunun yiyəli apostrofis olmalıdır. Apostrofis olmalıdır. Çünki isim buradan cəmlənir, birinci tərəfdən cəmlənir. Məsələn, mother-in-law. Buradan cəmlənir. Bu cəmin, buradakı yiyəli ilə heç bir alıb verəcəyi yoxdur. Bura el apostrofis qalmalıdır. Yəni, burada apostrofis olmalı idi. Səhvdir. Cansız. İnsanlarda, heyvanlar, yiyəli apostrofis, tamam. Cansızlarda heç vaxt apostrofis verilmir. Ya deyərsən whole bag, ya denən ki, the back of the whole, possessive'in əvəzinə ofdan istifadə edirik. The back of the whole. Ya da whole bag, table leg, teaspoon. A 6 miles, yenə rəqəm, defs, ölçü vadi olan bir isim heç vaxt S-lə cəmlənməz, yiyəlik də qəbul eləməz. Bayaq demək sadə, düzəltmə, mürəkkəb, bir də ismi birləşmələrdə yiyəlik həmçə sonuncusunda olur. The man next to the door, apostrophe son. Yəni, qapının yanındakı adamın oğlu. Bizdə sonuncu söz nədir? Adam. Ona görə yiyəlik orada gəlir. Bizdə yiyəlik sən hansı sözə verirsənsə, bu demək deyil, ingilis dilində də həmin sözə verəcəksən. Bir söz deyil, ya da 2 söz deyil. Bu ismi birləşmədir və hələ söz önülüdür. Söz önülü olanda biz sağdan sola gəlirik həmişə. Qapının yanındakı adam, tamam mı? Söz önü olanda biz sağdan sola tərcümə edirik. Və siz zənn eləməyin ki, Azərbaycandan ən son hansı söz dedim? Adam. Burada da, bizdə də adamın, adamda deyəlik. Bunlarda da adamda olsun. Xeyr. Yəni, the man apostrof S eləməyin. Harada bitdi? Burada. Onu da orada verəcəksiniz. D variantı. Düzdür? İsimləşən sifətlər. The English, the Chinese, the wounded, nə bilim, the rich, the employed, the unemployed fərq yoxdur. Bunların heç vaxt yiyəli apostrof S ilə düzəlmir.
Yəli vermək istənsə, okey, yəlin əvəzinə of-dan da istifadə edə bilərsən. Belə. Bu da İngilisdə nəyi? Football team. The football team yazmıram da, bax gedin. The football team of the English ya da English people apostrophes football team. Belə. People often remember, bax belə sual keçən düşmüşdü, ona görə mən də verirəm. Bu il salarlar salmazlar öz işlərdir. People often remember events more accurately when they are linked to strong emotions. Sizə aid sözlər deyirsiniz ki, yadınızda qalmır, çünki səbəblərini deyil. İnsanlar tez-tez yadda saxlayır, daha dəqiq yadda saxlayır bir şeyləri necə? Əgər o yadda saxladıqları şey emosional şəkildə güclü bir şeyə bağlanıbsa. However, psychologists have found that emotional memories are not always reliable. Amma psixoloqlar da deyir ki, bu emosional xatirələr də həmişə güvənilir deyil. Çünki as the brain may unintentionally change certain details over time. Çünki beyin də deyir ki, yəni istəmədən də belə olsa, unintentionally deyir, dəyişə bilər. Müəyyən detalları zamanla neyə bilər? Dəyişə bilər. Məsələn, mən bunu qəbul eləmirəm, bəlkə də var həqiqətdir. Sadə bir şey deyim. Tutalım sizin universitetə qəbul olmağınız məsələsi. Universitetə qəbul olmağınız hələ də yadınızdadırmı? Yadınızdadır. Çünki bu sizə o qədər emosional dərəcədə təsir edir, ya da toy gününüz, ya da nə bilim, hansı bir qəşəng bir gün olsun. O yadda uzun müddətli qalır, hətta çox qalır, hətta həmişə qalır. Düzdürmü? Düzdür. Bax, emosionallıq deyəndə bunu nəzərdə tutur. Neyse, bir ilə içini oxuyum, sonra baxarıq. Many animals migrate thousands of kilometers every year in search of food. Warmer climates are suitable breeding grounds. Bir çox heyvanlar, bu da people'dan danışdı, burada heyvandan danışdı, neyse. Bir çox heyvanlar miqrasiya eləyir, min kilometrlərlə, neysə, hər il qida axtarışında olurlar. Hara daha isti iqlimlərə ya da uyğun böyümə, çoxalma yerlərinə alimlər də araşdırmaya davam edirlər ki, görə bu how the species navigate such long distances with remarkable accuracy. Yəni düzgün şəkildə, dəqiq şəkildə bu heyvanlar necə gedirlər bu uzun məsafələri, təzə olubdur, bu yolu hardan tanıyır, necə gedir, buna maraqlıdır və alimlər bunu araşdırır. Okay? Belə. Birlə içini biz oxuduq. Deməli, hidden communication. Why food waste is become here? The environment impact here. How emotion influence alınır. Yəni, emotion insan yaddaşı necə təsir edir? Bu birinci idi. Educational value. Yox. Migration pattern. Bu da düzdür. Var. Migration. Yəni, D ilə F, DF, DF. Zaten cavab çıxdı. 3-dən 4-ü oxuyum, qalan özünüz oxuyarsınız. Some people believe that learning a musical instrument, burada musiqi ilə bağlı belə bir şey var. Education value of instrument, bəli, bu da uyğun gəldi. Bir dənə də bunu oxuyum. In many countries, the amount of food thrown away every day continues to rise. Atılan zibillər çoxalır. Experts argue that reducing food waste would not only save money, but also decrease pressure, blah, blah, blah. Yəni, biz qənaət eləsək, nə deyir? Food waste-də qənaət eləsək, nə baş verir? Pula da qənaət eləmiş oluruq. Natural resource-lara pressure da qənaət eləmiş oluruq. Why food waste? B variant. Nəysə, gəlmişdən A-cəyində oxuyum, söhbət bağlansın. Scientists have discovered that trees communicate with one another through, nəysə, ağaclar deyir. Buna bağlı mətn oxumuşduq. A variantı uyğun gəlir. Although electric vehicles, bu da elektrikdir. Deməli, G bu da səhvdir. C variant. Neyse, B variant. Cavab hazır. Space exploration has led to many scientific discoveries and technological innovations. Ha, bu bura düşür. Hər nəsə, space deyir, kosmik tədqiqat, araşdırmalar, bir çox elmi kəşflərə, nailiyyətlərə, texnoloji yeniliklərə səbəb olub gətirib çıxartmışdır. Satellites help people, süni peyçlər köməkli insanlara ki, ünsiyyət qursunlar, hava proqnozu versin, naviqasiyanı düzgün istifadə eləsinlər, hər nəsə. As a result və nəticədə nə baş verir? Alimlər dayandırıb, hava proqnozları less reliable, görsən, negativləri çıxıram, are no longer. All countries həmişə səhvdir, yadda saxlayın. Space technology has become essential to modern life. Müasir
deyir, həyat üçün vacib olmuşdur, deyir, düzdür. All, completely, entirely adətən bunlar səhv çıxır. Negativ sözlər adətən səhv çıxır. Only adətən səhv çıxır. Və nəhayət 40. The suspect was charged. Bax, charge somebody with. Nə eləsə ittiham eləmək. Charge for nan olanda isə qiymət. Okay, neçə bunu, yəni qiymət, nə deyim, qiymət oxumaq deyim, qiymət tənzimləmək, qiymət vermək deyim, nə deyim, pul da pul. Okay. İndi burada da oğurluq varsa deməli charge for deyil, təbii ki of da deyil, of olması bu isim olmalıdır. Charge with, but he insisted on alınır C variantı. Refuse to comment on nə ilə bağlı? On. Hava during the trial, məhkəmə müddətində C variantı. Belə arkadaşlar, hər birinizə uğurlar. Texniki səhv yox idi, bir dənə bu biraz belə düşmüşdü. Bir də to be blocked əvəzə to be blocking belə bir şey gördüm. Heç o da təsir eləmirdi. Sağ olun, var olun. Özünüzdən müğayət olun.